Müharibə boyu Azərbaycan Prezidenti İlham Əliyev sərt, aqressiv və təhdid edici yumruq ritorikasına el atırdı. Bugün Azərbaycan artıq ermənilərdən təmizləkdən sonra eyni Əliyev əvvəlki müharibə yönlü bəyanatlarda kəskin ziddiyyət təşkil edib. Sülh və regional əməkdaşlıq ritorikasına keçib. Müharibənin humanitar nəticələri ağır yük olaraq qalmaqdadır. Külli miqdarda itkilərimiz, əsirlərimiz var, onların bir hissəsi hələ də Bakı həbsxanalarındadır. Eləcə də məcburi itkin düşmə halları və çoxsaylı itkinlər var, onların taleləri bu günə qədər naməlumdur. Artıq ermənilərdən tənzimlənməkdən sonra Azərbaycan erməni mədəni və dini abidələrinə qarşı aqressiv siyasət yürütməyə başlayıb. Artıq da nəzərdən kənarda qalan ərazilərdəki erməni kilsələri, yüzlərlə xaçkar və 20 mindən çox muzey əşyası Azərbaycanın nəzarətinə keçib. Biz abidələrin dağıdılması, milliyyətsizləşdirilməsi və onların mənşəyini, etik mənsubiyyətini gizlətmək cəhdlərini sahidiyik.